2026-cı ilin qışı qlobal miqyasda sabit hava şəraiti ilə deyil, ani temperatur dəyişiklikləri, güclü küləklər, qar fırtınaları və bəzi bölgələrdə intensiv yağıntılarla xarakterizə ediləcək. Meteoroloji qurumlar qış aylarında hava xəbərdarlıqlarının daha diqqətlə izlənməsini tövsiyə edirlər. Azərbaycan üzrə proqnozlara gəldikdə isə Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzi Qafqaz üçün ilkin qiymətləndirmələrinə əsasən 2026-cı ilin qışı ölkə ərazisində əsasən mülayim və dəyişkən keçəcək. Sinoptiklər qeyd edirlər ki, qış aylarında kəskin və uzun müddətli şaxtalar gözlənilmir. Ancaq ayrı-ayrı dövrlərdə qısa müddətli soyuq hava dalğaları müşahidə oluna bilər. Aran rayonlarında temperaturun çox vaxt normaya yaxın və ya bir qədər yüksək olması, yağıntıların əsasən yağış şəklində düşməsi ehtimal olunur. Dağlıq və dağ ətəyi ərazilərdə isə qar yağışı və şaxtalı günlər mümkündür. Xüsusilə yanvar və fevral aylarında qar örtüyünün formalaşacağı istisna edilmir. Beynəlxalq hava proqnozu platforması olan AccuWeather-in açıqlamasına əsasən Bakıya ilk qarın 2026-cı ilin fevralında düşəcəyi ehtimal olunur. Qeyd edilir ki, fevralın 15, 16, 18, 19, 20 və 22-sində qarla müşahidə edilən hava şəraiti mümkündür. Ümumilikdə, Azərbaycanda 2026-cı ilin qışı klassik sərt qışdan daha çox dəyişkən və mülayim hava şəraiti ilə xarakterizə edilə bilər.